Yay hələ gəlməmiş və istilər düşməmiş, elektrikin və suyun davamlı şəkildə kəsilməsi İran əhalisi üçün ciddi problemə çevrilib. Sosial mediada yayılan məlumatların və videoların monitoringi göstərir ki, bu kəsilmələr insanlara, müəssisələrə və sahibkarlara əhəmiyyətli iqtisadi ziyan vurmaqla yanaşı, həm də onların fiziki və psixi sağlamlığına zərər yetirir. Belə ki, elektrikin kəsilməsi nəticəsində evlərdə internet və binaların liftləri də fəaliyyətini dayandırır. Suyun təzyiqinin kəskin azalması səbəbindən çoxmərtəbəli binalarda yalnız ikinci mərtəbəyə qədər su qalxır. Səhər və axşam saatlarında elektrik enerjisinin uzun müddət kəsilməsi isə həyatı iflic edir. Çoxmərtəbəli binalarda yaşayanlar deyirlər ki, işıq kəsiləndə liftlər və məişət nasosları işləmədiyi üçün binaların aşağısındakı parkinqdən su qablarını doldurub bir neçə mərtəbəyə daşımaq məcburiyyətində qalırlar. İnsanlar günlərlə susuz və işıqsız yaşamalı olurlar. Xüsusən qoca, uşaq və ya xəstə üzvü olan ailələr bu şəraitdə böyük çətinliklərlə üzləşirlər. Ən qəribəsi odur ki, rəsmi qurumlar su və elektrik böhranını həll etməkdə aciz olduqlarını açıq şəkildə etiraf edir, çıxış yolu kimi əhalini israfçılıqdan çəkinməyə və qənaət rejiminə keçməyə çağırırlar. Elə dünən Tehran Elektrik Paylayıcı Şirkəti işığın verilməsində planlaşdırılan fasilələrlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 7-sindən etibarən Tehranda günün müəyyən saatlarında elektrik enerjisinin verilməsi planlı surətdə dayandırılacaq. Məlumatda daha sonra deyilir. Qeyd etmək lazımdır ki, yükün idarə edilməsi və enerjinin düzgün paylanması üçün Tehran Elektrik Paylayıcı Şirkətinin əməkdaşları tərəfindən bütün mümkün vasitələrdən istifadə olunur. Şirkət abunəçilərinin səbrini, dözümünü və daimi dəstəyini yüksək qiymətləndirməklə yanaşı, bütün Tehran sakinlərindən xahiş edir ki, elektrik istehlakına maksimum dərəcədə qənaət etməklə xidmətlərin yaxşılaşdırılması və enerjinin ədalətli paylanmasında bizə kömək göstərsinlər. Daha öncə, mayın 5-də Tehran əyalətinin su idarəsinin baş direktoru Möhsün Ərdəkani Dövlət Televiziyasının Xalqla Üz-üzə adlı proqramında açıq şəkildə bildirib ki, bu il bizim çox az su ehtiyatımız var və suyun təzyiqini azaltmaq məcburiyyətindəyik. O həmçinin əlavə edib ki, ikinci və ondan yuxarı mərtəbələrdə yaşayan bütün abonentlər yayda nasosla təchiz olunmalıdırlar. Əks halda onların mənzilində su təzyiqi çox aşağı olacaq. Su yoxdur və əlimizdən də bir şey gəlmir, deyə Ərdəkani bildirib. Hökumət rəsmisinin bu açıqlaması geniş reaksiyalara səbəb olub. Bir çox İran saytları bu açıqlamanı şok xəbər başlığı ilə yayıblar. Eyni zamanda sosial şəbəkə istifadəçiləri yazıblar ki, insanlar nasos almağa imkan tapsalar belə onların elektrik enerjisi istehlakı artacaq. Bununla da onlar yüksək istehlakçı abonentlər sırasına düşəcək və astronomik tariflər ödəməli olacaqlar. Tehranın 4-cü rayonunun su idarəsinin icraçı direktoru Hüseyin Həqiqi isə israfçı abonentlərin suyunun gündə 12 saat kəsiləcəyini bildirib. O da su çatışmazlığı problemindən yeganə çıxış yolunun məsrəfin idarə olunması və bütün abonentlərin suya qənaət etməsindən ibarət olduğunu vurğulayıb. Bu arada İSNA İnformasiya Agentliyi mayın 3-ünə olan rəsmi statistikaya əsaslanaraq yazıb ki, ölkənin su anbarlarında yığılmış suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% azdır. Agentlik onu da vurğulayıb ki, 7 mühüm bənddə su yığımı 10%-dən də aşağıdır. Məsələn, Tehran əyalətini su ilə təmin edən Lar bəndində cəmi 6%, Kerman əyalətinin Sircan bəndində 8%, mərkəzi əyalətin Savə bəndində isə 9% su mövcuddur. Enerji məsələləri üzrə tanınmış İran eksperti Haşim Ourəyi isə su və elektrik enerjisi sahəsində böhranın obyektiv səbəblərlə bağlı olmadığını, əsasən idarə etmədəki yanlışlıq və həmin sahələrin dövlətin ixtiyarında olması ucbatından meydana çıxdığını vurğulayıb. O, hökumətin bu sahədə dönüş yaratmaq vədinin elə vəd olaraq qalmasından danışaraq bildirib ki, vəziyyətlə bağlı Prezident Məsud Pezeşkiyana və birinci vitse-prezident Məhəmməd Rıza Arifə düzgün məlumatlar verilmir. Radikal
vertikal mühafizəkarlara bağlı Rəca News saytı da bütün ölkə üzrə elektrik enerjisinin yenidən fasilələrlə verilməsinin bu sahədə hər şeyin yaxşı olacağı ilə bağlı Məhəmməd Rıza Arifin açıqlamasından heç bir ay keçməmiş meydana çıxdığına diqqət çəkib. Bu vəziyyətlə əlaqədar İran parlamentinin deputatı Mustafa Purdehqan ölkənin energetika naziri Abbas Əliabadinin impiçmenti məsələsini gündəmə gətirib. Bildirilir ki, artıq parlamentin 15 üzvü nazirin vəzifəsindən azad olunması tələbinə imza atıb. İranın bəzi şəhərlərində insanlar regional elektrik və ya su təşkilatlarının qarşısında etiraz aksiyası keçiriblər və hökumətdən mövcud problemə əncam çəkməyi tələb ediblər. Məsələn, Robate-Kərimdəki Alard bölgəsinin sakinləri bu tələblə miting təşkil ediblər. Mitingdən yayılan videolarda etirazçılar artıq bu vəziyyətə dözə bilmirik deyə qışqırırlar. Su hər gün kəsilir, heç kim məsuliyyət daşımır şüarı da səslənib. Rey şəhərində bir qrup qəzəbli insan tez-tez işıqların kəsilməsinə cavab olaraq ərazidəki elektrik idarəsinin qarşısına toplaşıb və küçəni bağlayaraq etirazını bildirib. Ərdəkan şəhərində də analoji aksiya baş tutub. Bu günə Kərəc və Hesarək şəhərlərində də elektrik və suyun verilməməsinə etiraz toplantısının keçirilməsi üçün çağırış edilib. Böyük regional və beynəlxalq iddialarla yaşayan, öz dırnaqarası nailiyyətlərini qonşu dövlətlərlə bölüşməkdən dəm vuran, dünyanı nüvə silahı yaratmaqla təhdid edən İran rejimi göründüyü kimi ölkə vətəndaşlarının işıq və su təminatı kimi elementar problemlərini həll edə bilmir. Özü də təbii ehtiyatlarla və enerji resursları ilə ən zəngin bir ölkədə. Bu da problemin rejimin yararsızlığında və səriştəsiz idarəçiliyində olduğunu göstərir. Sırağa gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani elektrik və su çatışmazlığından danışarkən bu reallığın etirafı kimi səslənən açıqlama verərək deyib: "Əgər bugün enerji çatışmazlığı, su və bəzi digər böhranlarımız varsa, ağla gələn yeganə həll yolu budur ki, insanlara daha az istehlak etməyi söyləyək." Sözçü daha sonra əlavə edib: "Amma hansı insanlara? Biz bu xüsusda nə vaxt xalqla müzakirə aparmışıq və haçan ortaq anlaşma əldə etmişik." Çox acı etirafdır. Xalqdan uzaq düşən, vətəndaşlarla müzakirə və ünsiyyət kanallarını bağlayan rejimlərin sonu isə hər kəsə bəllidir.